Nazirlər Kabinetinə müraciət eləməyimə baxmayaraq, nə icra hakimiyyəti, nə bələdiyyə, nə nazirlik heç bir cavab vermir. Bu yoldakı bərbad günləri yolu görürsünüz. Buradan Şahda məktəbə gedir, Böyrəkə gedir, heyvan aparan var, yaşlı var, cavan var, qoca var. Xahiş edirəm ki, buradan Nazirlər Kabinetinə, buradan Cənab Prezidentə müraciət edirəm ki, bizə bir kömək eləsin. Bu yolu bərbad gündür, bu yola kömək eləsin, bu yolu düzəlsin. Şəhərdə Şahda məktəbə gedən o rahat gedə bilsin. Müraciətlərimizə baxan yoxdur. Aidiyyatı orqanlara çoxsaylı müraciətlər etmişik. Media TV Azmedia qrupuna müraciət edən İmişli rayon Depo məhəlləsi Yelmar Qurbanov küçəsinin sakini Şıxıyev Murad Yadulla oğlu onun səsinə ölkə rəhbəri İlham Əliyevə çatdırılmasını istəyir. Vətəndaş Şıxıyev bildirir ki, etdiyi müraciətləri cavabsız qaldığına görə çıxış yolunu mediada görüb. Şikayətini təqdim edirik. Aidiyyatı qurumları dinləməyə hazırıq. Salam, mən Azərbaycan Respublikasının vətəndaşı Şıxıyev Murad Yadullaoğlu. İmişli rayonunun Depo məhəlləsi Elmar Qurbanovna Kür küçəsində yaşayıram. Buradan Cənab Prezidentə, buradan Nazirlər Kabinetinə, buradan İmişli rayon icra hakimiyyətinə, buradan İmişli rayonun bələdiyyə sədrinə müraciət edirəm və xahiş edirəm ki, bir vətəndaş kimi, bir valideyn kimi xahiş edirəm ki, bu yolun düzəlməyində bizə bir kömək eləsinlər. Buradan məktəbə böyük, kiçik buradan keçə bilmir, burada əziyyət çəkir. Xahiş edirəm sizdən artıq dərəcədə bizə bir kömək eləsin ki, bu yolla bağlı. Buradan nazir, yol nəqliyyat naziri Rəşad Nəbiyevə buradan xahiş edirəm ki, bu yolla bağlı bizə nəsə bir kömək eləsin. Bu yola nəsə bir şey eləsinlər, əməl eləsinlər ki, bu yoldan biz istifadə edə bilək. Buradan məktəbə, buradan şəhər güzə gedə bilmir. Yəni yağış yağdı, qar yağdı, belə bir zülm çəkilir, belə bir əziyyət çəkilir. Yolumuz bərbad gündədir.